İmperatriça. Ne diyeceğinizden haberim var, General Subo. Kafkas'daki məğlubiyyətiniz məni və tüm Rusiyanın dərindən sarsıldı. Hülya, İkinci İraklinin bacarıksızlığı, Ermenilerin iki başlı davranışı, Qarabağ xanı İbrahim Xəlil xanın qətiyyətsiz davranışı məğlubiyyətinizə səbəb olsun. Mənə bəhanələr lazım deyil ya. O rütbəni daşıyırsansa, o zaman öhdənə düşən niyə yerinə yetirə bilmirsən? Hülya, hələ əlimizdə şans var. Azərbaycan hökmüdarı Ağa Məhəmməd Şah Qacar beyni dumanladı. Bizim tam məğlubiyyətimizə inanıb başı kef məclislərindən ayrıldı. Özünü Muğanda şahənşah elan edir. Düşünürəm, lazımı vaxtı müəyyənləşdirə bilsək, vaxtilə Nadir Şaha qarşı planlaşdırdığımız suikəsti orada tətbiq edə bilər. Yavaş-yavaş ağlın işləməyə başlayır Subo. Ancaq bayaq özün dedin ki, ermənilərə güvənmək olmaz. Çünki onlar iki başlı davranır. Hülya, Osmanlı və Qacarların qorxusu ermənilərin iki başlı davranmağa bağlı. Bəzi Azərbaycan xanları da məhz buna görə bizə yaxın gəldir. Bəs nə edə bilərik? Hülya, düşünürəm, müttəfiqiniz İngilislərin köməyi ilə onların təsirində olan farslar bu işə qarışsa, Ağa Məhəmməd Şahın işini bitirmək olar. Avropalılara da çox da güvənim qalmayır. Hiss edirəm ki, xəstəliyim də yavaş-yavaş mənim sonuma çıxır. Bəlkə də bu mənim sənə son əmrim. Hülya, əmr, başım yolunuza fəda olsun. Mən öləndən sonra Ağa Məhəmməd Şahın, Qarabağ xanının və bizə tabi olmayan hər kəsin ölümü üçün nə lazımdırsa edir. İndisə mənim əmrimlə son dəfə Qafqaza yürüş edəcəksiniz. Şimali Azərbaycan ərazisində Dərbənd, Bakı, Şamaxı və Gəncə şəhərlərini darmadağın etmək üçün bütün ordunu səfərbər edir. Bu mənim son əmrimdir. Mən öləndən sonra isə yerimə nəvəm Aleksandrı keçirir. O nanəcib atası kimi qorxan oğlumu qətiyyən taxt tacıma əsla yaxın buraxmayın. Qoy türklər son dəfə mənim qiyamətimlə qarşılaşsın. Bu son əmrimdir. Gedə bilərsin. Hülya. Emretmiştik. Şah sarayında vəziyyət necədir? Cəssumuz artıq saraydadır. Evet. Çox gözəl. Elə isə ibanmaq olmaz. O işini bitirənə kimi biz də Qafqazı işğal etməliyik. Rusiyada güclənməyim Azərbaycanı tutmağımla çox əlaqəlidir. Mərhum anam Yekaterina heç zaman mənim qanlarıma inanmır. Bu da mən bütün imperiyaya sübut edəcəyəm ki, Pavel İmperator Pavel Petroviç kimdir? Rusya
benim hakimiyet dövrümde öz kızıl dövrünü yaşamalı. Ben herkese subut edeceğim kim olduğumu. Size inanan Eylül Saray yanı var. Evet. Ancak muhalefet görüşünü vurma gördüm. Eminim ki bu yakınlardan öne suikast olur. Müderayete nece geldiğimizi bilmiyorlar ya. General Tuğ, bizim mənə qədərki qeyretimizden, mərhum alımla olan münasibətimizden yaxşı xəbərim var. Felaket! Bu yalan, iftira! Kimse bu şayanı yayan, bilin ki sizin de, devletimizin de düşmanidir. General Tuğ, mən hər şeyi ciddi araşdırdım. İndi mənə sizin anamla olan münasibətiniz, oğulluğa, rüşvətə olan meyliniz qəti maraqlandırır. İndi əsas məsələ hərbi güclərimizdir. Sizin Azərbaycan xanlarıyla mülayim davranışı sorğulayıram mən. Elazığ, bu siyasi hərbi hilədir. Siz bunu yaxşı bilməlisiniz. Azərbaycan xanlarının xalqla arası çox yaxşıdır. Biz heç tür yalnız top tüfənglə Qafqaza sahib ola bilmərik. Gərəkdir. Bəzi xanları öz tərəfimizə seçək. Siz bunları yaxşı bilməlisiniz. Çünki Azərbaycan xalqının milli mübarizəsi çox qüdrətlidir. Zat ailədir. General Tuğ, dövlət idarəsini səndən öyrənməyəcək. Ya öfkəni çəni et, ya da istifadə çəkil kənara. Mən Qafqaza daha qəddar sərkərdələrimi göndərim. Bəla vəzir. Eğer Türklerle sert davransanız, gec-tez Azerbaycan xalqının nifrətini qazanacaqsınız. Bax o nifrət Rusları Qafqaza əbədi düşmən edəcək. Sözlərimə görə əhv edin, amma bilməlisiniz. Boş torpağı işğal eləmək asandır. Ancaq onu idarə eləmək üçün gərəkdir ki, insanlara hörmət edəsən. İzninizlə. Tuğ, General Tuğ!